Pambıq kimi yumuşaq, çox ləzzətli kartoflu bükmə resepti bölüşürəm sizlərlə. Xəmiri yoğuracağım qabın içərisinə 1 stəkan ilıq süd əlavə edirəm, 1 çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz əlavə edib biraz qarışdırıram. 1 ədəd yumurtanın ağını içərisinə əlavə edirəm, sarısını üzəri üçün ayırıb saxlayıram. İlk öncə 3 stəkan un əlavə edib 3 yemək qaşığı duru yağ əlavə edib xəmiri yoğururam. 4-cü stəkan unu hissə-hissə əlavə edib xəmiri yoğurmağa davam edirəm. Sizə də mütləq məsləhət görürəm ki, 3-cü stəkan undan sonra ununuzu hissə-hissə əlavə edib xəmirinizi yoğurun. Yumuşaq, biraz ələ yapışan xəmir alınır. Üzərini örtüb bir kənarda mayalanmağa qoyuram. Xəmir özünə gələnə qədər 3 ədəd kartofun qabığını soyub xırda doğrayıram. Üzərinə keçəcəyə qədər su əlavə edib bişməyə qoyuram. Bişdikdən sonra üzərinə duz əlavə edib 1 yemək qaşığı yağ əlavə edib əzirəm. İçərisinə zövqə görə xırda doğranmış cücərti əlavə edirəm. Mən kişniş və şüyüddən istifadə etdim. İçliyi də artıq hazırdır. Mayalanmış xəmiri dəzgahın üzərinə alıb əlimlə biraz yoğururam ki, içərisindəki maya qoxusu getsin. Biraz ondan istifadə etməklə oxluvla yayıram. Gördüyünüz bu incəlikdə yaydım. Sonra isə hazırladığım içliyi içərisinə əlavə edib hər bir tərəfinə yaxşıca çəkirəm. Rulet formasında bükürəm. Təxmini 4-5 cm enində kəsirəm. Ələ yapışmasın deyə əlimi ara bir duru yağa bulayaraq üzərindən bastırıram. Yağlı kağız sərdiyim soba listinin içərisinə hamısını əlavə edirəm. Təxmini 10-15 dəqiqə mayalandırıram. Üzərinə yumurtanın sarısını çəkib 180 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Üzəri qızarana qədər bişirirəm. Bişdilər, artıq hazırdılar. Görürsünüz üzərdən nar kimi qızarıb. Üzerini mətbəx dəsmalı ilə örtüb 5 dəqiqə soymağını gözləyirəm. Pambıq kimi yumuşaq, çox ləzzətli bükmələr alınır. Siz də bu reseptlə mütləq hazırlayıb nuş edin. Əgər videomu bəyəndinizsə bəyəni düyməsinə basıb dostlarınızla paylaşıb abunə olmağı unutmazsanız çox sevinərəm. Yeni videolarda görüşmək üzrə inşallah. Sağlıqla qalın.